Nuggetsi ən çox bu reseptlə hazırlayıram, çünki bol xırçıltılı olur və hədsiz ləzzətli alınır. Doyuğun sinə ətini uzunsov şəkildə doğrayıram. Daha sonra isə üzərinə zövqə görə duz, istiot və bol paprika əlavə edib yaxşı qarışdırıram. Paprikanı bol əlavə etmək lazımdır. Daha ləzzətli olur onda və hamısını yaxşı qarışdırdıqdan sonra ilk öncə bol una, daha sonra isə yumurtaya və sonda isə suxarika batırıram. Və bütün nuggetləri bu şəkildə hazırladıqdan sonra əvvəlcədən qızdırdığım bol qarğıdalı yağında nuggetləri qızardıram. Yağdan bol istifadə etmək lazımdır ki, yaxşı xırçıltılı alınsın və hər iki tərəfini qızardıram. Servis etdikdə də ketçap və mayonezlə servis edirəm. Hədsiz ləzzətli alınır, bol xırçıltılı. Uşaqlar da xüsusilə bizim evdə nuggetsi bu reseptlə sevirlər. Əgər sizlər də nugget sevirsinizsə, bu reseptlə hazırlayıb mütləq dadına baxın. Dadını çox bəyənəcəksiniz. Restoranlarda yediyiniz nuggetlərin dadından dadı qat-qat ləzzətli alınır. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.